Salam aleykum gözəl insanlar, hər birinizi salamlayıram. Bugünkü bizim mövzumuz son vaxtlar taksidə baş verən hadisələrdir ki, onları bir qədər şərh eləmək istəyirəm. Ən son vaxtlar bu taksi sürücülərin yenə də üstünə düşüblər. Post terminalla bağlı, yaddaş kartı, video registratorla bağlı, bunlarla bağlı sürücülərdən tələblər. Əslində bunlar daha öncələr qeyd edilmişdi. Qanunda çıxanda öz əksini tapmışdı, amma tətbiqini indi başlayıblar. Sadəcə olaraq müəyyən suallar var ki, bunları səsləndirmək istəyirəm ki, taksi sürücüləri də bu dəqiqə ondan əziyyət çəkirlər. Birincisi, məlumatsızlıqdan. Ən böyük problemi məlumatsızdır ki, bu insan bilmir hardan alsın post terminalı, hardan bunu aktivləşdirsin, problem çıxanda kimə müraciət eləsin, pulu çıxartmaqla bağlı, nə bilim, hamısı suallardır da, hamısı suallardır. Ondan sonra video registratorla bağlı, yəni konkret bir yer olsaydı, harada ki, gedib yaxınlaşıb orada həm misal üçün də bir pəncərədə, bir vahid pəncərə üzərindən bunu həm satışı, həm alışı, həm problemin həll olunması yeri olsaydı, yaxşı olardı sürücülər üçün. Çünki sürücülər son vaxtlar, yəni şəxsən mənə elə gəlir ki, başlarını ucu itiriblər. O da nə ilə bağlıdır? Qardaş, bu bilmir sertifikatını alsın, bu bilmir maşının buraxılış kartını alsın, bu bilmir buraxılış vərəqəsini alsın, bu bilmir maşının texniki baxışını keçsin, narkolojidən keçsin, nə bilim, post terminal alsın, video kart quraşdırsın. Yəni, hədsiz çox tələblər, okey, yaxşı tələblər qoymusan, hər biri şəhərin müxtəlif yerlərindədir. Yəni, bunu bir yerdən idarə eləmək olsaydı, sürücü elə onsuz da bütün günü yollardadır. Üstə gəl də bu tələblərə görə vapşe yollarda qalıb. Bu elə bil ki, tam belə üstünə getmiş kimi oluruq da. Ona görə bir dənə belə bir şey olsaydı ki, bunları bir yerdən, vahid yerdən idarə olunmasını təmin eləmək olsaydı ki, bir də ki, bütün bu suallarının cavabını bir qurum, hansısa bir qurum öz üzərinə götürsəydi ki, bax, bütün sualları, qardaş, video registrator bilirəm harada satılır. Post terminalla bağlı problemi var, bilirəm haradadır. Nə bilim, buraxılış vərəqəsini almaq istəyirəm, bilirəm nə qədərdir. Ödənişləri bilirəm hara eləmək lazımdır. Bu. Hamısı da bir belə deyim də, bu məlumat bazası. Hardan ki, sürücü bir yerə yaxınlaşıb, bunu şifahi şəkildə və yaxud da gözlə görə ki, bunu istəyirlər də, belə bir şeylər eləmək olsaydı, əla olardı. Çünki bu belənçinə, vallahi yenə deyirəm də, bu elə bil ki, biz taksi şoförlərinə aytişnik eləyirik. Bunlar hamısını bilməlidirlər. Onu bilməlidir, bunu bilməlidir, dərinə geçiyor, qanunvericiliyi bilməlidir. Yəni, bu şofer adam da, bunun işi maşın sürməkdir. Mobil tətbiqi qoyur qabağına, maksimum. Bilir ki, budur, buradan gelsin, götürsün, bura aparsa, düşürdürsən. So. Yəni, bu təhlükəsiz şəkildə bu insanı A nöqtəsindən B nöqtəsinə çatdırmaqdır bunun vəzifəsi. Nə bilim, vallah. Yəni, bunu istədim bir də sürücülərin yerinə bir İnşallah ki, dəstək məqsədi ilə. Çünki baxıram da, görürəm, sosial şəbəkələrdə problemlərlə rastlaşırlar. Bildirirlər ki, biz bu barədə səsləndirilsə yaxşı olar. Mən də səsləndirdim. İnşallah ki, bir çıxış yolunu nədəsə taparlar. İnşallah. Amin. Allah canımızı sağ eləsin. Allah halal ruzunuzu bol eləsin. İnşallah növbəti videolarda görüşərik. Sağ olun, salamat qalın.